Hər vaxtınız xeyir. Real sizə Milli Gimnastika Arenasından xəbər verməyə davam edir. Daha əvvəlki canlı bağlantılarımızla qeyd etdiyimiz kimi Bakıda iyulun 21-dən start götürən, daha doğrusu mayın 21-dən start götürən mini futbol üzrə dünya çempionatı başa çatdı və bu mundialın qalibi Azərbaycan milli komandası oldu. Komandamız finalda Macarıstanı 4-2 hesabı ilə məğlub elədi. Gəlin oyunun qısa icmalına fikir verək sizinlə. Milli komandamızın heyətində Təmkin Xəlilzadə 2-ci dəqiqədə erkən qol müəllifi oldu. Komandamızın növbəti qolları gecikmədi. 10-cu dəqiqədə 8-ci dəqiqədə Məhəmməd Xəlilov, daha sonra isə 10-cu dəqiqədə Rəvan Kərimov qol müəllifi oldu. Eyni zamanda Rəvan Kərimov fasilənin ardınca dublunu da rəsmiləşdirdi. Rəqib 2 dəfə çərçivəyə yol tapsa da bu onlara kömək eləyə bilmədi və milli komandamızın qələbəsinə kölgə sala bilmədi və milli komandamız, onu da qeyd etmək lazımdır ki, Gimnastika Arenasında möhtəşəm azarkeş dəstəyi var idi və millimiz bura turnirin favoritlərini Rumıniyanı, Sloveniyanı, İngiltərəni və digər komandalar, eyni zamanda finala qədər gəlib çıxan Macarıstanı məğlub etməklə gəlib çıxdı və finalda da çox möhtəşəm mübarizə reallaşdı. Rəqib də finala layiq oyun sərgilədi. Yəni bunu futbolçuların özləri də milli komandamızın baş məşqçisi Elşad Quliyev də vurğuladı. Belə daha sonra final maçının ardınca qaliblərin mükafatlandırma mərasimi reallaşdı. 3-cü yer uğrunda keçirilən oyunda Montenegronu məğlub eləyən Serbiya milli komandasına bürünc medallar, finaldakı mübarizə ilə yadda qalan Macarıstana gümüş medallar və qalib Azərbaycan komandasına qızıl medallar, eyni zamanda dünya çempionatının kuboku təqdim olundu. Belə bizim Milli Gimnastika Arenasından bugünlük və bu dünya çempionatı ilə bağlı çatdıracaqlarımız bu qədər. Realda qalın.